Və biz bir bank tətbiqinə daxil olaq. Təbii ki, təhlükəsizlik məsələlərinə görə bəzi hissələr görsənmir. Və biz bir bank tətbiqinə daxil olduqdan sonra orada ödənişlər hissəsi var. Ödənişlər hissəsinin üzərindən vuracağıq. Baxın, burada görürsünüz, ödənişlər var. Həm bu ödənişlər hissəsinin üzərindən vurandan sonra bizə göstərəcək xidmətlər var. Hansı ki, orada təhsil xidmətləri var. O xanaya daxil olacağıq. Və biz ödənişlər hissəsinə daxil olduq. Burada görürsünüz, təhsil xanası var. Papaq işarəsi olan təhsil xanasına daxil oluruq. Burada Dövlət İmtahan Mərkəzini tapırıq, üzərindən vururuq. Və burada artıq biz fin kod və yaxud da digər sənədlər yaza bilərik, amma biz fin kodumuzdan istifadə edirik və burada fin kodumuzu daxil edirik və köhnə şəxsiyyət vəsiqələrində fin kod son 8 rəqəmindən 7-sidir. Yeni vəsiqələrdə isə identifikasiya nömrəsi yazılan fin kod budur və biz müvafiq fin kodu daxil edək. Və yaxud da mən sizə fin kodu göstərmişdim və müvafiq olaraq fin kodumuzu biz bura daxil etdikdən sonra davam et düyməsini sıxaraq prosesi davam etdiririk və artıq biz fin kodumuzu yazırıq və davam et düyməsinin üzərindən vururuq. Və burada görürsünüz, namizədin adı, soyadı çıxır, kim olduğu göstərir və biz burada məbləği yazırıq. Yəni 45 manat bizdən ödəniş tələb edir, 45 manat yazırıq və daha sonra 45 manat yazdıqdan sonra təsdiq et düyməsi var. Təsdiq et düyməsini vuraraq biz artıq balansımızı artırmış oluruq və artıq görürsünüz, biz balansımızı artırdıq və burada detallar hissəsinin üzərindən vuraraq da görə bilərik ki, burada bizim fin kodumuzu göstərəcək. Yəni bizim artıq balansımız 45 manat artdı.